Şamaxıda baş verən zəlzələ avtoşok hesab olunur. Xırda təkanlar yenidən gözlənilir. Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, enerji tam boşalıb, fon səviyyəsinə gələnədək xırda təkanlar olmalıdır. Zəlzələnin daha güclü olma ehtimalına inanmıram. Bakı, Sumqayıt ətrafında isə zəlzələ gözlənilmir. Qeyd edək ki, bugün Şamaxıda 5 bala yaxın zəlzələ qeydə alınıb. Bakıda Binəqədi-Xırdalan yolunda baş verən yol nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Oxu-Azı açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli bildirib ki, hadisə fevralın 27-sində saat 03:06-da qeydə alınıb. 2004-cü il təvəllüdlü Hüseyn Müşfiqoğlu Vəliyev idarə etdiyi Hyundai markalı 77 AN 140 dövlət nömrə nişanlı avtomobili yolun sağ kənarında dayanmış 1993-cü il təvəllüdlü Samir Rövşənoğlu Həsənzadəyə məxsus Volvo markalı 44 CX 242 dövlət nömrə nişanlı yük avtomobilinə çırpıb. Hadisə nəticəsində sürücü Hüseyn Vəliyevlə yanaşı 1983-cü il təvəllüdlü Pərvanə Yaşar qızı Vəliyeva, 2004-cü il təvəllüdlü Zəhra Müşfiq qızı Vəliyeva və 1956-cı il təvəllüdlü Böyükxanım Böyükağa qızı Əliyeva xəsarət alıblar. Ölüm faktı qeydə alınmayıb. Faktla bağlı Binəqədi rayon polis idarəsində araşdırma aparılır deyə Rüstəm Əhmədli vurğulayıb.